Burkina Faso hökuməti Fransa ilə diplomatik münasibətlərin kəsilməsi barədə qərar qəbul edib. Bu qərarın iki ölkə arasında əlaqələrin hərtərəfli qiymətləndirilməsindən sonra qəbul olunduğu bildirilir. Burkina Faso hökuməti Fransanın həyata keçirdiyi siyasətin ölkənin maraqlarına zidd olduğunu iddia edir. Bundan əlavə, Fransa mediasının və rəsmilərinin Burkina Faso ilə bağlı məlumatları qərəzli şəkildə təqdim etdiyi və bunun ölkənin beynəlxalq aləmdə nüfuzuna xələl gətirmək məqsədi daşıdığı vurğulanır. Bəs Burkina Faso vətəndaşları bu barədə nə düşünürlər? Hökumətin bu bəyanatını alqışlayıram, çünki ölkəmizlə Fransa arasındakı münasibətlərin gərgin olduğunu artıq bir müddətdir bilirik. Yəni əlaqələrin kəsilməsi onsuz da baş vermişdi. Sadəcə olaraq həm yerli, həm də beynəlxalq ictimaiyyəti bundan xəbərdar etmək üçün bir bəyanat lazım idi. Biz müstəqillik, artıq onlardan asılı deyilik. Ən vacibi də budur və mən buna çox sevinirəm. Əgər onların idarəçiliyi altında qalsaydıq, imperialistlər bizi talamağa davam edəcəkdilər. Odur ki, əlaqələrin kəsilməsi yaxşı oldu.